Növbəti dərsimizdə dərslərimizə qoşulmaq istəyənlər nömrə ilə əlaqə saxlaya bilərlər. Keçən dəfə biz sizinlə yaşa aid qaydanı keçmişdik. Buna əvvəlki videoya baxa bilərsiniz. İndi isə həmin yaş sözü ilə biz necə cümlələr qura bilərik. Сколько тебе лет? Sənin neçə yaşın var? Мне 11 лет. Mənim 11 yaşım var. Сколько вам лет? Sizin neçə yaşınız var? Мне 30 лет. Mənim 30 yaşım var. Сколько ей лет? Onun neçə yaşı var? Ей 18 лет. Onun 18 yaşı var. Сколько ему лет? Ему 24 года. Сколько им лет? Им 5 и 7 лет. İndi isə gəlin çalışmaya baxaq. Burada biz düzgün yaşı deyilişini sizlə təkrar edəcəyik. Мне 10 лет. Ему 3 года. Çünki 2, 3, 4 sayılarıyla года sözü istifadə olunur. Мне 15 лет. 11-dən 20-yə kimi let sözündən istifadə edirik. Ей 22 года. 2, 3, 4 yaşla года. Олегу 33 года. Leyliyə 45 лет. 5-dən sonra let sözü istifadə olunur. Ahmedu 21 год. Bir rəqəmi ilə həmişə год sözü istifadə olunur. Ali 24 года. Sevdi 51 год. İndi düzgün əvəzlikləri istifadə edirik. Сколько ему лет? Kişidən soruşuruq, neçə yaşın var? Сколько мне лет? Mənim neçə yaşım var? Сколько вам лет? Sizin neçə yaşınız var? Сколько ей лет? Qadından soruşuruq, neçə yaşı var? Сколько вам лет? Sizin neçə yaşınız var? Сколько им лет? Onların neçə yaşı var? İndi dialoqumuzu oxuyuruq. Gördüyünüz kimi Azərbaycan dili tərcüməlidir. Mən yalnız rus dilində oxuyacağım. Siz birbaşa tərcüməsinə baxa bilərsiniz. Aysel, сколько тебе лет? Мне 17 лет. А тебе? Мне 21 год. У тебя есть брат? Есть. А сестра? Тоже есть. А у тебя? У меня нет брата, но есть сестра. İkinci диалогumuz. Фируза, ты замужем? Нет, я не замужем. Я холостая. А сколько тебе лет? Мне 22 года. А тебе? Мне 19 лет. А ты замужем? Нет, я тоже не замужем.